bir neçə səhv təsəvvürlər barədə. Bu barədə danışmışam, amma yenə demək məcburiyyətindəyim. Çünki gələn insanlar hamısı eyni şeyi təkrar edir. Deyirsən ki, qardaş, niyə yoxlanmamısan? Niyə? Deyir ki, ha, heç bir şikayətim yoxdur, hər şey yaxşıdır. Yəni, bu sizi aldatmasın. Son zamanlar, xüsusən də son zamanlar, insanların çoxlu antibiotik istifadə eləməsi, antibiotiklərin kör-təbii şəkildə istifadə olunması, cinsi infeksiyalarda əlamətlərin itməsinə səbəb olur. İnsan heç nə hiss eləmir, amma xəstədir. Parazit var bədənində, infeksiya var bədənində və ona ziyan vurur. Ona görə, əgər kənar cinsi əlaqə olubsa, dərhal yoxlanmaq lazımdır, müayinə olunmaq, gözləmək lazım deyil ki, o infeksiya səni pis günlərə salsın. Ondan sonra sən başlayasan, yoxlanasan. Kənar kontakt olubsa, yoxlanmaq lazımdır, araşdırmaq lazımdır. Varmı bu mikroblar? Sonra bir çox xəstələrdə belə müraciət ki, hə, getdim həkimə, həkim mənə dərman yazdı, yaxşı oldum, da sonra getmədim. Yəni, bəlkə də mən qınamıram, həkim ona deyib ki, gəl axırda yoxlan. Hə, lap o 5 günlük müalicədə də xəstəyə təklif edilir ki, axırda bir gəl yoxlayaq görək, var səndə, yoxdur. Xəstələr əksəriyyəti o 5 günlük müalicədən sonra biraz yaxşılaşma hiss edir və daha həkimə getmir. Amma o fikirləşmir ki, o 5 günə o mikrob onsuz da çıxmır oradan. Və ən azından gedib onu bir də yoxlayıb, əmin olsa ki, o onun canında qalıb, bu gün daha yaxşı müalicəyə cəhd eləyər. Yəni, bunu da deyim.